Avropanın top 5 liqasında bir mövsüm ərzində ən çox qol vuran 10 yarım müdafiəçi. Okay, Yaya Toure. 4-cü yerdədir Yaya Toure 2013-2014 mövsümündə 22 dənə yeyim də. Manchester City forması ilə 49 oyuna 24 qol vurdu. Frank Lampard yəqin birinci yerdə olar. Frank Lampard siyada var amma birinci yerdə deyil. 2009-2010 mövsümündə 51 oyuna 27 qol vurub və ikinci yerdədir. Steven Gerrard. Steven Gerrard da ondan bir mövsüm əvvəl Liverpool forması ilə 44 oyuna 24 qol vurub 3-cü yerdədir. Mikhail Ballack. İki futbolçu var. Mikhail Ballack 6-cı yerdədir. 2001-2002 mövsümü ilə Leverkusen forması ilə 52 oyuna 23 qol vurub. Sizcə Paul Scholes var? Paul Scholes 8-ci yerdədir. 2002-2003 mövsümündə 52 oyuna 20 qol vurub. Bruno Fernandes. Bəli, birinci yerdədir. 2020-2021 mövsümündə 58 oyuna 28 qol vurub. Dele Alli ola bilər sizcə? Dele Alli var. Bəli, 7-ci yerdə Tottenham forması ilə 2016-2017 mövsümündə 50 oyuna 22 qolu var. Juan Mata. Bəli, 2012-2013 mövsümündə Chelsea forması ilə 64 oyuna 20 qol. Royce. Bəli. 2013-2014 mövsümündə 43 oyuna 23 qol vurub və həmin mövsüm O meydana yarımda çıxdığı seçilib. oyunun 53%-ni 10 nömrə kimi hücumçunun Bəli, arxasında bəli, oynayıb. var idi. 10-cu yerdə qərarlaşmış futbolçu 48 oyuna 16 qol vurub. Premyer Liqanın son 5 ilə ərzində prime dövrünü keçirmiş futbolçular. Doğru cavabı bilirsinizsə şərhlərdə bizimlə paylaşın. Mən həmin düzgün cavablara ürək atacağam orada.